Salam əziz və dəyərli izləyicilər. Necəsiz? Yeni bir vloguma xoş gəldiniz. Bugün gedirəm anamgilin tarlasına, çiyələk tarlasına. Bugün çiyələk yığımıdır. Mən də istədim gedim, həm də sizlər üçün də çəkiliş edim. Gedək anamgilə, oradan da anamgildən elə gedərik çiyələk tarlasına. İzləyin axıra kimi. Sizlər də baxın. Biz tərəflərdə çiyələk tarlası necə olur, necə yığılır. Bir daha salam qızlar, necəsiz? İnşallah ki, hər biriniz yaxşısınız. Burada hardasa 8-9 radələrdə 9 işləmiş falan. İlk öncə anamgilə, anamla bircə isə gedərik çiyələk sahəsinə. Əslində işçilər tez gedir. Yəni gün çıxmamış, indi bu indən belə havalar isindikcə, yaya doğru getdikcə daha da yəni günün qızmar vaxtlarına düşməmək üçün nə qədər tez başlasalar işə, o qədər daha yaxşı olur, tez bitirirlər. Sadəcə olaraq burada anamgilin özünündür deyə, yəni olar, bizlərə olar. Biz anamla yollandıq. Burada anamgilin yola çıxışıdır. Buradan keçərkən də anam da öz əkdiklərinə baxaraq gedir. Nəyinsə nazın çəkir. Arxa fonda səsi gəlir. Anamda o xasiyyətdir. Bütün əkdiyi məhsullara ilk öncə səhər oyandıqda bütün bağı gəzər, nə əkib, hansı nə vəziyyətdədir, nazını çəkər, sonra gəlib çıxar evə. Ona görə də gedərkən də elə əkdiyi bitkilərə baxdı hamısına, sonra yollandıq anamgilin sahəsinə. Anamgilin elə yola çıxdıqdan sonra elə yaxındır, yəni tarlaları yaxındır. Biz gəlib çatdıq, elə 3-4 dəqiqəlik yoldur. Anam termos götürüb, arada çay içərik. İndi onu yerləşdirib qoyularıq işə, başlayarıq işə. Bacardığım qədər az da çəkdim, yəni çox çəkməyə imkanım olmadı. Çünki köməyə getmişdim, çəkiliş etməyə deyil. Bunları dərmişəm, indi bağdan çıxartdım. Gəldim, az da su içim, gedim. Burada artıq çıxdıq, biraz çay içək, dinlənək. Sonra yenidən davam edərik. Onu da deyim ki, çox zəhmətli və əziyyətli işdir. Mən ilk dəfədir çiyələk yığıram. Çünki bundan öncə gəlməmişdim yığmağa. Anamgil artıq 3 ildir, səhv etmirəmsə əkirlər. Amma mən ilk dəfədir gəlmişəm. Buna görə biraz mənə çətin gəlir sözün açığı. Burada qardaşım bizim dərdimiz çiyələkləri çıxarır. Bu isə sahələrdə olmazsa olmaz. Pələmədir. Biz pələmə deyirik. Başqa rayonlarda və ya yerlərdə necə adlanır bilmirəm. Əkinçilik olan sahələrdə hazırlanır, tikilir. Bir çay içməyə, istirahət etməyə bir yer kimi. Bunu qardaşım özü tək başına özü hazırlayıb. Bu anamın bağıdır, kartof əkib burada. Soğandır. Bu çiyələklər sonradan əkilib deyə, bunlar balacadır hələ. Getdik. Artıq günortadır, azan da verilib. Biz də bitirdik. İndi gedərik evə. Sonra yenə qayıdarıq. Burada da zəhmətkeş anam yığır. Baxın belə. Maşallah. Bunlar artıq yığmışıq. Bunları bitirmişik hamısını. Yığımını da çəkeyim. Bizdə may ayı girəndən demək olar ki, hər gün yağış yağır. Bu da çiyələyə təsir edir. Çürükləri dəhşət çox idi. Ona görə də demək olar ki, onlarda heç meyvə yoxdur. Yəni çoxunu atdıq da belə deyim. Yəni o qədər dərmədi, o qədər atdıq. Çiyələk çox zəif meyvə olduğuna görə yağış dəyən kimi başlayır çürütməyə. Yəni təsir edir ona.
İşimizi bitirdik, gedirik evə. Yağış tökdü. Üstə elə yağır, lopa. Biz içəri atır. Uşaqlar qalar məktəbdə, uşaqlar məktəbdən gəlməyib. Bizə yağışlar bu yolda tutmasın. Bəyin oğurlanmasında bir deyəsən, kinoda deyir. Yağış yağacaq, tutucundan göyə çıx. Vallahi o yağışdandır. Baxın görün necə yağır. Amma bir yandan da gün çıxır. Həm yağış yağır, həm gün çıxır. İndi bu yağışdan sonra gün çıxsa, yəni istiliyi versə, düzdür, hava elə istidir. İstiliyi elə olsa, bütün əkilən nə varsa hamısını elə bir qaynadacaq. Vallahi payızda heç belə yağış yağmır qışda. Mən artıq çiyələk sahəsindən də çəkim edə bilmədim. Çünki imkanım olmadı çəkməyə. Bundan sonraki başqa bir gündür elə yağış da tökmüşdü. Başladım elə ev vlogu çəkməyə. Evdəki daha sonraki işlərimi elə bu vloqla birlikdə başladım. Yağışdan sonra çıxan günəş, istilik. Yağışın yağması ilə 5-10 dəqiqə güclə çəkdi. Gün çıxdıqdan həmən sonra elə bil heç yağış yağmayıb, torpaq da elədi qupquru. İstədim beli götürüm, başlayım pelləməyə. Gördüm ki, elə torpaq qurudur, yəni. Düşünürdüm ki, yumşaq olar. Dediyim kimi heç elə bir sanki yağış yağmayıb. Burada da lobyalar artıq böyümüşdü. Bağlamaq vaxtı idi, yəni dırmaşması üçün ip bağlayırıq, iplə dırmaşır. Uşaqları da götürdüm. Yollandıq bağa mənim balaca köməkçilərim. Bunlar ipləri verdim, qaysıları əllərinə, dedim siz onları bağlayın. Mən də pomidorlar böyəlib, xiyarlardır, qarğıdalı, zəfəranların hamısını pelləməliyəm. Diblərini boşaltmalıyam, gübrəsini verməliyəm. Yəni bağda belə deyim də çoxlu işim var görüləsi. İstədim pelləməmişdən əvvəl şu ipləri yığım. Bunlar özləri çıxıblar. Hər il çıxır, dənəsi tökülür, toxumu yenidən, yəni növbəti ildə özü torpaqdan yenidən çıxır. Paxla mövsümüdür, artıq paxla çıxıb. Dedim bunları pelləyərəm, heyif olar. Ona görə də yığdım. Paxla inşallah alaram və paxlalı plov bişirərəm. Onu da çəkərəm, paylaşaram sizlər üçün. Mən başladım bunları yığmağa. Uşaqlar da arxa fonda orada lobyaları bağlayırlar. Daha mən onlara köməkli eləmədim, elə sağ olsunlar. Onlar işlərini bitirdilər. Mən də bunları dərdim. Sonra başladım pomidorları belləməyə. Diblərini yəni yumşaltmağa, boşaltmağa daha doğrusu. Burada artıq uşaqlar bitiriblər işlərin. Dedim, elə bunları da çəkib. Belə yaxşıca bağlayıblar. İşlərini bitirdilər, çıxdılar bağdan. Mən qaldım bağda işlərimə davam etməyə. Gördüm, toyuqlar yığışıb bu otluğa. Xoruz isə qalıb çöldə. Axtarır, tapa bilmir onları. Qaçır həyətin o yüz bu yüzünə. Amma bunlar yığışıb burada. Bunları görmür.
Bir vlogumun da sonuna gəldik. Mən burada vlogu bitirirəm. Bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın. İnşallah növbəti vloqlarda görüşərik. Hələlik.